Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci il tarixində Ağcabədidə anadan olmuşdur. Onun atası Əbdülhüseyn Hacıbəyov kənd mirzəsi idi. Anası Şirinbəyim xanım Əliverdibəyovlar nəslindən gəlirdi. Ümumilikdə ailədə 3 qardaş və 2 bacı var idi. Qısa müddət sonra Hacıbəyovlar ailəsi Azərbaycan mədəniyyətinin ən böyük mərkəzlərindən biri olan Şuşa şəhərinə köçdü və Üzeyir məhz burada böyümüşdür. Gələcək bəstəkarın atası uzun müddət məşhur Azərbaycan şairəsi, ictimai xadim və Qarabağ xanının qızı Xurşudbanu Natəvanın şəxsi katibi idi, hansı ki bəstəkarın tərbiyəsinə böyük təsir olmuşdur. Üzeyrin anası Şirin Əliverdibəyova şairənin evində böyümüşdür. Bəstəkarın babası və Natəvan isə bacı qardaş idilər. Natəvanla tanışlıq gənc Üzeyir üçün ən böyük musiqi icmaları Şuşanın məclislərinə yol açdı. Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir. Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlu'nun 1897-ci ilə aid Leylinin qəbri üzərində Məcnun adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyurdu. Mədrəsə təhsilini və 2 illik Rus-Tatar məktəbini bitirdikdən sonra 1899-1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxudu. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələndi. Bundan başqa gələcək bəstəkar Müslüm Maqaməyevlə tanış oldu. Növbəti 4 il ərzində Hadrut və Bakı məktəblərində müəllimlik fəaliyyəti ilə məşğul oldu. Mətbuatda ilk məqaləsi 1904-cü ildə Kasıb qəzetində çap olunub. 1905-ci ildə Bakıda ilk öncə Bibbi Heybət məktəbində, daha sonra Səadət məktəbində dərs demişdir və orada Azərbaycan dili, riyaziyyat, coğrafiya, tarix və eyni zamanda rus dilini öyrədirdi. Elə o vaxtda Həyat qəzetində tərcüməçi olaraq işə başladı. Sonra İrşad qəzeti ilə əməkdaşlıq etdi. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədi ilə Moskvaya yola düşdü. Bir il ərzində Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında Aleksey İlyinskidən dərs alırdı. Ondan sonra Sankt-Peterburqa köçdü və orada konservatoriyada 1 il oxudu. Dostu Müslüm Maqamayev Hacıbəyovun maddi dəstəyini tamamilə öz üzərinə götürmüşdür. 1912-ci ildə Jereznovodskda olarkən Hacıbəyov Müslüm Maqamayevə yazırdı. Əziz Müslüm, biz artıq 21 iyundan Jereznovodskdayıq. Malikə müalicə olunmağa başlayır. Mən isə fortepiano öyrənməyə başladım. Mən burada həftədə 3 dərs deyən və hər gün pianodan istifadə etməyə icazə verən müəllim tapdım. Ayda cəmi 15 rubla. Hələ Bakıda olarkən Məlikə və mən Şuşaya getmək və orada tamaşalar vermək qərarına gəldik. Notların bir hissəsinin sizin mənzilinizdə olduğunu bildiyimizdən Məlikə ilə sizin mənzilinizdə getdik və notları götürdük. Lakin Şuşa işi baş tutmadı. Notlar damaldadır. Bizimkilər Maçdağı bağlarına köçdülər. Bakıya gedəndə yaz. Mən də Moskvaya yola düşməmişdən əvvəl yazacağam. Bakının səhhəti barədə xəbər ver. Orada yaşayışınız necədir? Burada çox da darıxmırıq. Bəzən qrup halında gəzirik. Məlikə və məndən Balyuşa, Anaya, Camul, Makka və bütün dostlarınıza salamlarını göndər. Sənin Üzeyrin. 3 iyul 1912-ci il. 1914-18-ci illərdə Yeni İqbal qəzetinin redaktoru, sonra sahibi oldu. Daha sonra Azərbaycan qəzetinin redaktoru olmuşdur. 1918-ci ilin iyunundan sentyabr ayınadək Azərbaycan opera sənətçilərinin İranın Əncəli və Rəş şəhərlərinə qastrol səfərini idarə edirdi. Üzeyir Hacıbəyovun yaradıcılığında qərb və şərq musiqi üslubları birləşdirilib. Onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılmışdır. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası Leyli və Məcnunu yaratdı. 1909-cu ildə yaratdığı Şeyx Sanan adlı ikinci operası üslubuna görə sələf xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi. 1910-15-ci illər arasında yazılmış növbəti 4 opera ənənəvi Azərbaycan muğamı əsasında qurulmuşdur. Rüstəm və Zöhrab 1910, Şah Abbas və Xurşudbanu 1911,
Əsli və Kərəm 1912, Harun və Leyla 1915. Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılmış Koroğlu operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə Stalin mükafatı verildi. Ümumilikdə o 7 opera və 3 operetta yazmışdır. Üzeyir Hacıbəyovun operattaları bunlardır: Ər və Arvad 1909, O olmasın bu olsun 1910 və Arşın Malalan 1913. Hacıbəyov Koroğlu operası xaricində bütün əsərlərinin librettosunun müəllifi idi. Onun həmçinin yarımçıq qalmış Firuzə operası var idi. Bu əsəri bəstəkar İsmail Hacıbəyov tamamlamışdır. Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə Sənsiz 1941 və Sevgili Canım 1943 kimi əsərlər yaradaraq Romans Qəzəl adlı kamera vokal musiqisinin yeni janrını kəşf etdi. Bundan əlavə Hacıbəyov həm də Azərbaycan Opera Məktəbinin qurucusu hesab olunur. Viktor Vinogradov Üzeyir Hacıbəyov və Azərbaycan musiqisi kitabında yazır. Onun xidmətləri həqiqətən böyükdür. Təsadüf deyil ki, Azərbaycanda opera kütləvi musiqi janrıdır. 1918-ci ildə bəstəkar Azərbaycan himnini bəstələdi. 1920-91-ci illərdə Azərbaycan SSR İttifaq Respublikalarının tərkibinə daxil olması səbəbindən bu himn səsləndirilmirdi. Lakin 1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu il dönümünün münasibəti ilə Üzeyir bəy Azərbaycanda SSR-nin yeni himn sözlərini və musiqisini yazdı. Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi. Üzeyir Hacıbəyov ilk Azərbaycan operasını 1907-ci ildə yazmağa başladı. O 1908-ci ilə qədər tamamlandı və daha sonra ilk dəfə Bakıda neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus teatrda tamaşaya qoyuldu. Operanın tamaşaya ilk dəfə qoyulmasında həm Azərbaycan SSR-nin, həm də sonradan müstəqil Azərbaycanın populyar musiqi və ictimai xadimləri olacaq Azərbaycan mədəniyyət xadimləri iştirak etmişdir. Tar çalan sonradan məşhurlaşan Qurban Pirimov olmuşdur. Hüseynqulu Sarabski Məcnun rolunu oynamışdır. Bəstəkarın özü isə orkestrdə skripka partiyasını ifa etmişdir. Leyli rolunu kişi canlandırmışdır. Sarabski 1930-cu ildə nəşr olunan xatirələrində yazır. Bu tamaşadan sonra bir çoxları məni Məcnun çağırmağa başladılar. Mən bu adın dəyərini bilirdim. Mən onunla fəxr edirdim. Əvvəllər küçədə məni istehza ilə qarşılayan insanlar indi məni hörmət və məhəbbətlə qəbul edirdi. Bəstəkarın Leyli və Məcnun əsəri muğam operası və ümumilikdə Azərbaycan operası janrının təməlini qoydu. Sonralar o xatırlayırdı. O vaxt mən operanın müəllifi ancaq solfejionun əsaslarını bilirdim və harmoniya, kontrapunkt musiqi formaları haqqında heç bir fikrim yox idi. Bununla belə Leyli və Məcnunun müvəffəqiyyəti böyük idi. Bu mənim fikrimcə onunla izah olunurdu ki, Azərbaycan xalqı artıq səhnədə öz Azərbaycan operasını görmək istəyirdi. Leyli və Məcnunda isə həqiqi xalq musiqisi populyar klassik mövzu ilə birləşdirilmişdir. Üzeyir Hacıbəyov seçimini Füzulinin Leyli və Məcnun və xalq musiqisinin janrlarında saxladı ki, bu da əsərin müsəlman cəmiyyətində qəbul edilməsinə müsbət təsir göstərdi. Azərbaycandan kənarda opera ilk dəfə Tiflisdə tamaşaya qoyuldu. Muğamdan savayı Leyli və Məcnun operasında çalınan bütün musiqi parçaları müəllifin özü tərəfindən yazılmışdır. Tamaşa boyunca yalnız bir Azərbaycan xalq mahnısı səslənir. Səciyyəvi ahəng strukturu və ritm tamaşanın bütün müəyyən obrazları ilə uyğunlaşır. Bəstəkarın 1910-cu ildə yazılmış Olmasın bu olsun operettası ikinci musiqili komediyasıdır, Ər və Arvaddan sonra. Onun premyerası 25 aprel 1911-ci ildə Bakıda Mailov qardaşlarının teatrında baş tutdu. Teatr tamaşasında aktyor heyəti bunlardan ibarət idi. Məşədibad Mirzağa Əlioğlu Əliyev, Sərvər Hüseynqulu Məlikoğlu Sarabski, Rüstəm bəyin qızı Gülnaz Əhməd Bəşiroğlu Ağnamski, Həsən bəy Məmməd Hənəfi Həsənoğlu Terek. Teatr tamaşasının dirijoru komediyanın müəllifi özü olmuşdur. Bu komediyanın bir neçə səhnə redaksiyası var idi. O, bir çox dillərə tərcümə edilmiş və Cənubi Qafqaz, Türkiyə, Bolqarıstan, Yaman və sair ölkələrin şəhərlərində uğurla səhnəyə qoyulmuşdur. Komediyanın librettosu ilk dəfə 1912-ci ildə Bakı şəhərində Orucov qardaşları mətbəə nəşriyyatında çap olunmuşdur. Əvvəlcə o 3 pərdəli idi. 1915-ci ildə Hamam səhnəsi yazıldıqdan sonra isə 4 pərdəli musiqili komediyasına çevrildi. Musiqi üçün Üzeyir Hacıbəyov Azərbaycan
Azərbaycan xalq musiqisindən və muğamdan, mətn üçün isə Füzulinin qəzəllərindən istifadə etmişdir. Komediyanın baş qəhrəmanı 50 yaşlı Məşədi İbad adlı tacirdir. Hansısa ki, kasıblanmış Rüstəm bəy Gülnaz adlı öz 15 yaşlı qızını ərə verir. Ancaq komediyanın sonlarına yaxın Gülnazın aşık olduğu Sərvər adlı tələbə Məşədi İbadı aldatmağı bacarır və nəticədə o olmasın, bu olsun deyərək Gülnazla deyil, qulluqçu Sənəmlə evlənir. O olmasın, bu olsun komediyası inqilabdan əvvəlki Azərbaycan teatr sənətində ən cəsarətli və prinsipal əsərlərdən biri olmuşdur. Hansı ki, Hacıbəyev 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli Azərbaycan həqiqətlərindəki ictimai və məişət ziddiyyətlərini göstərməyi bacardı. Ancaq Matthew O'Brien'in qeyd etdiyi kimi, Üzeyir Hacıbəyevin bu komediyasının mərkəzində qadın hüquqlarının dəstəyi dayanır. Bu komediya 1956-cı ildə Azərbaycan Film Kino Studiyası tərəfindən ekranlaşdırılmışdır. O olmasın, bu olsun filmi də tamaşaçıların rəğbətini qazanmışdır. 1947-ci ildə şəkərli diabetdən əziyyət çəkən Üzeyir Hacıbəyevin vəziyyəti ağırlaşdı və səhv təyin olunmuş müalicə səbəbindən daha da mürəkkəbləşdi. Moskva şəhərinin Kremlin xəstəxanasında müalicə almağa başladı. Daha sonra Mərdəkandakı dövlət sanatoriyasına köçürüldü. 1948-ci il noyabrın 23-də gecə saat 2 radələrində bəstəkar Bakıda Monelit binasının 4-cü mərtəbəsindəki mənzilində ürək çatışmazlığından vəfat etdi. Bakıda 1-ci Fəxri Xiyabanda dəfn olundu. Üzeyir Hacıbəyevin ad günü 18 sentyabr Azərbaycanda milli musiqi günü kimi qeyd olunur. 1977-ci ildə Volodarsk verfində inşa edilmiş Teploxoda Üzeyir Hacıbəyevin adı verildi. Azərbaycan SSR dövlət mükafatına Üzeyir Hacıbəyevin adı verilmişdir. 1956-1960-cı illərdə Bakıda Hacıbəyevə abidələr qoyulmuşdur. Onlardan biri 1956-cı ildə bəstəkarın məzarında, digəri isə 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının qarşısında qoyulmuşdur. 1959-cu ildə Şuşada, 1975-ci ildə isə Bakıda Üzeyir Hacıbəyevin ev muzeyi açılmışdır. 71 nömrəli məktəbdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.